Dünyaya yad planetlilər gəlir. Son günlər 3 ay atlısı adlı səma obyekti haqqında çox danışılır. Deyirlər ki, bu sadə bir kometa deyil. Andromeda galaktikasından çıxıb portallar vasitəsilə Samanyolu galaktikasına daxil olan üçlü kosmik obyekti. Hətta iddialara görə bu Atlas adlı cisim 13 qardaşlıq sistemi tərəfindən yerə müşahidə aparmaq üçün göndərilib. İçində müxtəlif cihazlar, enerji mənbələri və xüsusi strukturlar olduğu deyilir. Amma alimlər bu iddiaları tamamilə təkzib edir. Astronomlara görə 3 ay Atlas təbii mənşəli kometdir və Günəş sisteminə kənardan daxil olur. Onun sürəti saatda 200 min kilometr, diametri isə təxminən 5,6 kilometrdir. Bəli, bu çox nadir hadisədir, çünki kometanın həm irəli, həm də arxaya yönələn quyruğu var. Amma narahat olmağa dəyməz, çünki Atlas yer kürəsinə 270 milyon kilometr uzaqlıqdan keçəcək. Yəni, heç bir təhlükə yoxdur. Sadəcə, bu kainatın bizə göndərdiyi növbəti sirdir. Bəziləri onu enerji daşıyıcısı, bəziləri isə kainatın bizə verdiyi mesaj kimi görür. Amma bir həqiqət var. 3 ay Atlas bu əsrin ən maraqlı kosmik hadisələrindən biri hesab olunur.